Əziz dostlar, qardaşlar, yenə həmişəki mənlə rəqabətə girmək istəyənlər var və buna görə yeni bir kampaniya elanlamışam. Bir avtomobil 30 manat, 2 avtomobil 50 manat. Yəni 2 avtomobil gətirsəz, avtomobilin biri 25 manata düşürəcəmi və bu qiymətlərə bütün proqramlar aiddir. Qiymətlərə görə say limiti yoxdur, proqramların say limiti yoxdur. İstədiyiniz qədər proqram limitsiz, cəmi 30 manat. 2 avtomobil gətirsəz, biri 25 manat. Mən sizə proqramları göstərim. Çünki rəqabətə girmək istəyən çoxdur, ancaq iş bacaran yoxdur. Proqramlar gördüyünüz bu proqramlardır. Bu proqramlara biz əlavələr də edə bilərik, azalda da bilərik. Yəni proqramlar üçün heç bir say limiti yoxdur və qiymət dəyişilmir. Və ən əsas çox adam deyir ki, bu avtomobilə orijinal YouTube yükləmək mümkün deyil. Yalnız Gbox vasitəsilə yükləmək mümkündür. Qeyd edilmiş artıq Gboxların çox versiyası işləmir və Gbox vasitəsilə Gbox'un daxilinə YouTube yazanlar artıq YouTube yaza bilmirlər. Ona görə, yəni biz bunu əvvəldən eləyə bilirdik. Ona görə hal-hazırda heç nə eləyə bilmir. Amma mən sizə fakt göstərim ki, bu maşında YouTube necə işləyir. Söhbət orijinal YouTube'dan gedir. Təbii ki, YouTube'un əvəzediciləri var, krak versiyalar var, əvəzediciləri var, hansılar ki, ekranı böyüdəndə böyümür, mahnının dəyişində, videonun dəyişində dəyişmir, kodunu alıb vermək olmur və siz ekranı fırlatdıqda fırlanmır. Amma bu sırf orijinal YouTube, hansı ki sizin telefonunuzdakı YouTube'dan gedir söhbət. Yəni burada hər şeydə tam qaydasında işləyir. Yəni göstərim sizə. Məsəl üçün bu YouTube'u niyə bəyənmirəm? Açığı çünki burada telefonunuzdakı YouTube'da orijinal, burada reklam var və siz YouTube'dan çıxdığınız zaman sizi YouTube'dan atır. Ancaq yəni işləyir. Baxın, orijinal YouTube'dur. Və atdı sizi YouTube. Ancaq premium YouTube'da belə bir problem yoxdur. Məsəl üçün, siz YouTube'dan çıxdığınız zaman YouTube'dan atmır və siz sürdüyünüz zaman da YouTube'dan atmır. Ancaq biləsiniz, bu premium YouTube'un krak versiyasıdır. Normalda bildiyiniz kimi premium YouTube'a aylıq ödəniş eləmək lazımdır. Ancaq burada heç bir ödənişdən söhbət getmir. Ona görə də bu krak versiyadır. Ancaq bu sırf orijinal YouTube'dur. Yəni bunu heç kimsə monitora belə yaza bilməyəcək. Yalnız və yalnız Gbox vasitəsilə yazırlar, artıq Gbox ləğv olunub. Və bu gördüyünüz proqramlar bundan artığı fərq yoxdur. Yenə deyirəm, say limiti yoxdur. Burada hamısı da tam qaydasında işləyir. Heç bir problem yoxdur. Mən necə deyim, mən eləyən qiymətə mənə baxıb eləyə bilərlər. Ancaq mən elədiyimi eləyə bilməzlər. Bizdən Spotify tam qaydasında işləyir. Gördüyünüz kimi. İndi ad çəkməyəcəm, bir neçə nəfər var. Mən 30 manat eləyəm, götürür 30 manat eləyir. Mən deyirəm, bu ayın axırına kimi götürür, deyir bu ayın axırına kimi. Yəni elə 10 manata da eləyə bilərsən, problem yoxdur. Amma yəni mən eləyən şey eləyənmərsən. Məsələn, bunu eləyə bilmərsən. Sonra çox şeylər var, hər şeyi açıq demək istəmirəm. Yəni BYD-in bütün modellərindən nə proqram istəsəniz mümkündür. Yalnız və yalnız əlaqə saxlamaq lazımdır. Əlaqə nömrəsi 055 502 0036 və bizdə proqram yazdıranların hamısı bilir, bizim işimizə bələddirlər və bizim nə dərəcədə düzgün və doğru və halal işlədiyimizi də bilirlər. Yəni insanlar var ki, onlara 5 ay, 6 ay qabaq bundan qabaq proqram yazmışam. Bugünkü gündə zəng vurub geri gələndə nəyəsə məndən soruşurlar, mən onları tam necə deyim, sərbəst cavablandırıram. Yəni mən buradan 5 manat alım, qaçım, elə bir söhbət yoxdur. Hər şey göz qabağındadır, tam şəffaf. Əgər siz də istəsəniz bu və digər proqramlar, yenə təkrarlayıram, 2 maşın 50 manat, 1 maşın 30 manat. Yəni 2 avtomobil gətirsəniz, biri 25 manata düşəcək. Əlaqə nömrəsi 055 502 0036. Və bir də xahiş edirəm, əgər bizim yanımızda proqram yazdıranlar varsa, mütləq kommentdə öz fikirlərini bildirsinlər ki, yazdırmayanlar da tam dəqiq qərarlarını verə bilsinlər.